bizim ölkədə bildiyimiz kimi ağır çəki idmançılar çox azdır da. Həm də ki, indi çoxsu deyir ki, məsələn, mən çəkimi qalxızım, geyim ağır çəki güləşim. Məsələn, o vaxtda belə bir söhbətlər var idi. Deyirlər ki, ağır çəki də Azərbaycan çempionatında kim var? 2 nəfərdir. Bir şey uduzanda biri 2-yə çıxacaq, udanda biri 1-ə çıxacaq. Yəni bu söhbətlər yoxdur da. İndi bu dəqiqə Azərbaycan çempionatında baxırsan ki, tərəziyə çıxırsan, baxırsan buna da 24-25 nəfər adam var da. Azı bir 4 nəfər udmalısan ki, sən çempion olmaq üçün də. Ağır çəkinin də öz çətinlikləri var. Məsələn üçün mənim günü bu günü mənim o qədər zədəm var ki, məsələn üçün dizimi müalicə edirəm, topuğum tutur, topuğumu müalicə edirəm, çiynimi tutur, çiynimi müalicə edirəm, dirsəyim tutur. Yəni bunlar hamısı əziyyətdir də. Ağır çəki olub, özünü qoruyub saxlamaq, yəni çox çətindir də həqiqətən. Camal Feyziyev Cəlaloğlu 17 iyun 2000-ci ildə Lənkəran şəhərində anadan olmuşam. 6 yaşımdan idmanla məşğul olmağa başlamışam. Çəkim çoxaldığı üçün mənə birinci üzgüçülüyə qoymuşdular evdəkilər. Bəlkə orada çəkim azalsın. Amma sonra gördülər ki, yox, bəs onun heç bir xeyri yoxdur. Ona görə dedilər, əsl güləşçiyə oxşadığım üçün mənə qoydular, güləşlə məşğul oldum. 17 ildir idmandayam və güləşin judo, sumo, sambo, mass wrestling, kəmər güləşi bu idman növlərinə məşğul oluram.